Hər vaxtınız xeyir. İctimai televiziyanın efirində əlaçı verilişidir. Dəstəkçimiz isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. Əlaçıda bugün növbəti seçim oyunudur. Superfinalda isə çempionu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xüsusi hədiyyəsi gözləyir. Mövsüm boyu bizə ev sahibliyi edən Crystal Hall'un əməkdaşlarına da təşəkkür edirik. İndi isə bugünkü seçim oyununa qatılan məktəblilərlə tanış olaq. Beyləqandan Vaqif Qəhrəmanov. Salam, mən Beyləqan şəhər Mehdi Mehdizadə adını düşünürəm. Tam orta məktəbdən qatıldım. Başda məktəb direktorumuz Hikmət müəllim olmaqla bütün müəllim kollektivini və efir qarşısında məni izləyən hər bir kəs salamlayıram. Hər zaman arxamda olduğu üçün valideynlərimə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar. Biləsuvardan Arzum Əzizli. Hər kəsə salam, mən Arzum. Bura Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksindən gəlmişəm. İlk öncə bütün liseyə kollektivimizə öz salamlarımı göndərirəm və zalda eləşən və məni dəstəkləyən valideynlərimə öz təşəkkürümü bildirirəm. Burada olmaq çox qürur verici və fərqli bir hissdir. Hər kəsə uğurlar, özüm də başda olmaqla. Xoş gəlmişsiniz. Siyəzəndən Zeynəb Nəsrullayeva. Hər kəsə salam, mən Siyəzən şəhəri Kamil Şüqanına 2 sayı tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Ən böyük arzularımdan biri əlaçı verilişində iştirak etmək idi. İndi isə bu arzumu gerçəkləşdirdiyinə görə çox xoşbəxtəm. Ailəmə və bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar. Həmişə arzularınıza, istəklərinizə çatdarsınız Zeynəb. Bakıdan Nəzrin Hüseynli. Hər kəs salamlayıram. Mən Səttar Bəhulzadə adına Xaricilər Təmayüllü Gimnaziyadan gəlmişəm. Uşaqlıqdan bəri əlaçı verilişini izləyirəm və həmişə burada olmaq mənim bir arzum olub və artıq mən buradayam. Hamına uğurlar hazırlayıram. Bu qədər. Xoş gəlmişsiniz. Çox sağ olun. Bakıdan Cəmilə Əliyeva. Hər kəsə salamlayıram. Mən akademik Zərfə xanım Əliyeva adına liseyindən qatılıram. Bu yarışmada iştirak mənim üçün çox gözlənilməz oldu və çox şadam. Buradan bütün ailəmi, çox sevdiyim liseyimi, yoldaşlarımı da salamlayıram. Qoy ən güclü qalib gəlsin. Xoş gəlmişsiniz Cəmilə. Sürprizlər həyatınızda həmişə xoş olsun. Çox sağ olun. Xoş sürprizlər olsun. Beyləqandan Afərin Məhərrəmova. Hər kəsə salam, mən Beyləqan şəhəri Yuxarıran qəsəbə Sirac Mehdiyev adına tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Burada məni dəstəklədikləri üçün başda valideynlərim olmaqla bütün məktəb kollektivimizə və sinif yoldaşlarıma dərin təşəkkürlərimi bildirirəm. Hər kəsə uğurlar. İmişlidən Fatimə Nağızadə. Hər kəsə salam. Mən İmişli rayonu Muradallı kənd tam orta ümumi təhsil məktəbin 11-ci sinif şagirdiyəm. Buradan ilk öncə üzərimdə əziyyəti olan valideynlərimə, müəllimlərimə, coğrafiya müəllimi Maqsud müəllim başda olmaqla bütün məktəb kollektivinə dərin təşəkkürümü bildirirəm. Həmçinin buradan məni izləyən dostlarıma, sinif yoldaşlarıma, qohumlarıma və Tibb Universitetində təhsil alan bacıma qucaq dolusu salamlarımı çatdırıram. Hər kəsə uğurlar arzu edirəm. Bakıdan Nəslihan Məmmədli. Hər vaxtınız xeyir. Mən bu yarışmaya Humanitar Fənlər Təmayüllü Məktəb Liseydən qatılıram. Burada olmağımda, mənim burada olmağımda əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Məni dəstəkləyən hər kəsə xüsusi təşəkkürlərimi bildirirəm. Hamıya uğurlar. Necə gülərüzsünüz? Əla. Nəslihan.
Çox sağ olun. Həqiqətən də hər tərəfə pozitiv saçırsınız. Bravo Təşəkkür sizə. edirəm. Bakıdan Zəhra Hüseynzadə. Hər kəsi salamlayıram. Mən Bakı şəhəri Seyid Cəfər Pişəvari adına Respublika Humanitar Fənlər Gimnaziyasından qatılıram. Bugün Əlaçıda yenidən iştirak etmək və 144 şagirddən biri olmaq və ən əsası çox sevdiyim, gələcəkdə də icra etmək istədiyim bir peşəni, aparıcılığı icra edən, mükəmməl şəkildə icra edən sizi yenidən görmək mənim üçün çox xoşdur. Hər kəsə uğurlar arzulayıram. Maraqlı bir gün keçsin. Çox təşəkkür edirəm. Zəhra, xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. Çox sağ olun. Nə yaxşı ki, bu peşəni seçmək istəmisiniz və təbii ki, mən mükəmməl özümü saymıram, amma çox sağ olun xoş sözlər üçün və sizə bu məsələdə hər hansı bir məsləhət və yaxud da kömək lazımsa, hər zaman hazıram sizə kömək Çox sağ edim. olun. Təşəkkürlər. Biləsuvardan Sevinç Əlizadə. Hər kəsə salamlayıram. Mən Biləsuvar rayon Bağbanlar kənd Aydın Həsənov adına tam orta məktəbdən qatılıram. Burada iştirak etmək mənim uşaqlıq arzum olub. Burada iştirak edib sizi canlı görmək çox gözəl bir hissdir. Yəni buradan bu yolda məni dəstəkləyən valideynlərimə, müəllimlərimə və sinif yoldaşlarıma öz təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar. Çox sağ olun. Qarşılıqlıdır Sevinç. Xoş gəlmisiniz. Hər bir əlaçı mənim üçün çox doğmadır, əzizdir. Tam səmimi deyirəm ki, mən bizim gəncləri, əlaçılarımızı və əlaçı proqramını, layihəsini çox sevirəm. Həqiqətən də tam səmimi deyirəm. Çox sağ olun ki, buradasınız. Ağdaşdan Eşkin Nuhov. Xoş gəlmisiniz. Hər kəsə salam. Mən Ağdaş şəhər məxsus Şehzadanlı Texniki Humanitar Təbiət Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdiyəm. Bu yarışmaya qatıldığıma görə çox sevinirəm və valideynlərim başda olmaqla məni izləyən və televiziyada dəstək verən hər kəsə, dostlarıma, sinif yoldaşlarıma, başda müəllim kollektivim olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm, hər kəsə uğurlar. Və Ağstafadan Həmidə Tağıyeva. Hər kəsə salam. Mən Ağstafa şəhər Asif Abdullayev adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Buradan bütün məktəb kollektivimə və sinif yoldaşlarıma salamlarımı göndərirəm. Ümid edirəm ki, yaxşı veriliş olar. Məni dəstəkləyən valideynlərimə isə təşəkkürlərimi bildirirəm. Hər kəsə uğurlar. Əlbəttə, bugünkü əlaçı da yaxşı və əla keçəcək. Amma 12 iştirakçıdan yalnız biri bizdən bax bu diplomla ayrılacaq. Qaydalarla tanış olun. 3 raundda yarışacaqsınız və sizdən yalnız bir nəfər oyunun qalibi olacaq. Birinci raundda 4 cavab versiyası olan 12 sual eşidəcəksiniz. Hər suala cavab vermək üçün 5 saniyəniz olacaq. Hər doğru cavaba görə 1 bal qazanacaqsınız. 12 sualdan sonra ən yaxşı nəticə göstərmiş 6 iştirakçı mübarizəni ikinci raundda davam etdirəcək. Beləliklə, ilk sualı verirəm. Əziz dostlar, əziz əlaçılar, bugünkü oyuna hazırsınız? Bəli. Başlayırıq, uğurlar sizə. Birinci raundun ilk sualı səslənir. Matros harada xidmət edir? Təyyarədə, gəmidə, tankda, helikopterdə. Matros harda xidmət edir? Vaxt bitdi. Düzgün cavab. Gəmidə və 9 nəfər sualı cavablandıra bildi. İkinci sual səslənir. Şəkildə hansı canlı təsvir olunub? Kaşalot, delfin, su iti, skat. Şəkildə hansı canlı təsvir olunub? Vaxt bitdi.
Düzgün cavab su idi və 12 nəfərin hamısı bu canlını tanıdı. Sual səslənir. Çin Xalq Respublikası neçənci ildə yaranıb? 1935, 1949, 1952, 1961. Çin Xalq Respublikası neçənci ildə yaranıb? Vaxt bitdi. Düzgün cavab 1949 və yalnız 4 nəfər bilirdi bunu. Onları biz ürəkdən alqışlayırıq. Davam edirik. Sual səslənir. Mənsubiyyətə görə dəyişərkən fərqlənən söz hansıdır? Mətbəx, mərifət, mənafe, məişət. Mənsubiyyətə görə dəyişərkən fərqlənən söz hansıdır? Vaxt bitdi. Düzgün cavab mənafe və 12 nəfərin hamısını alqışlayırıq. Növbəti sual səslənir. Cape York yarımadası hansı ölkəyə məxsusdur? Avstraliya, Meksika, Ekvador, Fransa. Cape York yarımadası hansı ölkəyə məxsusdur? Vaxt bitdi. Düzgün cavab Avstraliya və yalnız bir nəfər cavabı bilirdi. O da bizim pozitiv qızımız Nəslihan. Davam edirik. Sual səslənir. Protal hansı bitkiyə aiddir? Qıcıya, mamıra, yosuna, şibyəyə. Protal hansı bitkiyə aiddir? Vaxt bitdi. Düzgün cavab qıcıya və 6 nəfər sualı cavablandırdı, xal qazandı. Və hər kəsin neçə xalı var, bunu bilmək üçün biz elə indi baxırıq reyting cədvəlinə. 6 nəfərin adlarını mən indi çəkəcəm. Onlar reyting cədvəlində daha aktivdilər. Hal-hazırda yəni. Nəslihan Məmmədli təsəvvür edin ki, 6 sualın hamısına doğru cavab verə bildi. Biz onu alqışlayırıq ürəkdən. Zəhra Hüseynzadə 5 sualı cavablandırdı. Alqışlayırıq biz Zəhranı. Digər 4 iştirakçımızın hər birinin 4 doğru cavabı var. Nəzrin Hüseynli biz alqışlayırıq. Sevinç Əlizadəni alqışlayırıq. Eşkin Nuhovu alqışlayırıq. Və Həmidə Tağıyevanı da alqışlayırıq. Davam edirik. 7-ci sual səslənir. Qonşu bucaqlardan biri 28 dərəcədirsə, digəri nə qədərdir? 62, 152, 212, 332. Qonşu bucaqlardan biri 28 dərəcədirsə, digəri nə qədərdir? Vaxt bitdi. Düzgün cavab 152. 12 nəfərin hamısını alqışlayırıq. Əhsən. 8-ci sual səslənir. Rəqslərin amplitudu hansı vahidlə ölçülür? Metr, ohm, joule, Tesla.
Rəqslərin amplitudu hansı vahidlə ölçülür? Vaxt bitdi. Düzgün cavab. Metr və 8 nəfər alqışlanır hal-hazırda. Davam edirik. Növbəti sual səslənir. 9-cu sual olacaq bu. Şəkildə kim təsvir olunub? Bruno Mars, Justin Timberlake, Robbie Williams, Justin Bieber. Şəkildə kim təsvir olunub? Vaxt bitdi. Düzgün cavab. Justin Timberlake və 5 nəfər ifaçını tanıdı. Amerika Birləşmiş Ştatlarının ən populyar ifaçılarından biridir və yeri gəlmişkən Azərbaycanda da konsertlə çıxış edib. Reyting cədvəlinə keçməkdən öncə 9 sualdan sonra söhbət ki musiqidən düşdü. Mən istəyirəm biraz Cəmilə ilə söhbətləşim Əliyeva ilə. Çünki Cəmilə düzgün cavabı verən əlaçılarımızdan biridir. Xoş gəlmisiniz Cəmilə. Xoş gördük. Getmişdiniz Timberlake'in konsertinə? Xeyr, getməmişdim. Vaxtınız yox idi, Bakıda değildi həmin vaxt. Vaxtımda bilməmişdim ki, konserti keçir. Gec bildiniz, gec xəbər Bəli. tutdunuz. Başınız qarışıb dərslərə. 100%. Münasibətiniz necədir ona? Sevirsiniz? Elə də yox, sadəcə bir-iki mahnısını sevirəm. Sevdiyiniz pop ifaçı kimdir? Pop ifaçı. Ümumiyyətlə sevdiyiniz ifaçı, pop musiqi olmasın. Imagine Dragons. Imagine Dragons gəlmişdilər Bakıya. Getmişdiniz? Getmişdim. Biraz danışın. Hansı hissləri keçirdiniz, nələri yaşadınız, necə oldu, xoşunuza gəldi, nə xoşunuza gəlmədi? Çox xoşuma gəldi, çox bəyəndim. İfaçılar da realda, yəni görəndə onları daha o bir hissiyatlar yarandı da məndə. Mən unudulmaz bir təcrübədir. Və nə qədər turist gəlmişdi bizə? Qazaxıstandan nə qədər adam gəlmişdi məs o konsertə. Ümumiyyətlə konsertlərə çox adam gəlir. Yaxşı, elə bir ifaçı varmı ki, siz çox istəyirsiniz ki, Bakıya gəlsin, onun konsertinə gedəsiniz? Bəlkə adlarını sadaladığım, bax, Bruno Mars, Robbie Williams, Justin Bieber, başqa kimsə? İstəyərdim ki, Sia ya da Kovacs. Siyanı mən də istəyərdim, çox istəyərdim. Gəlirlər hamısı bir-bir, hə? Bəli, gəlirlər və təbii ki, niyə də yox, mütləq gələcəklər. Biz daha yaşlılar, sizdən yaşlı, çox-çox böyük olanlar. Misal üçün, mən heç vaxt düşünə bilməzdim ki, George Benson Bakıda ola bilər. Artıq dünyasını dəyişmiş Al Jarreau Bakıda ola bilər. Edwin and Fire, Kool and the Gang, Imagination, yəni mən sevdiyim janrı deyirəm, daha çox jazz funk. Yəni həqiqətən Jamiroquai, yəni bunlar hamısı olub, niyə də yox, Sia da gələcək. Və ikinci ifaçı kim dediniz? Kovacs. Gələcəklər, mütləq. Bakıda onların bura gəlməsi üçün Azərbaycanda bütün şərait var. Təşəkkür edirəm söhbət üçün. Gələcəkdə kim olacaqsınız? Həkim inşallah. Həkim olacaqsınız. Son zamanlar daha çox məhz həkim peşəsi səslənir. Təşəkkür edirəm. Davam eləyirik. Dostlar, diqqət oyunçu cədvəlinə. Yenidən 6 nəfərdir reyting cədvəlində. İlk olaraq mən yenə də Nəslihanın adını çəkirəm. Nəslihan Məmmədli 8 sualı cavablandırdı. Eyniliklə Zəhra Hüseynzadə də 8 xal toplaya bildi. Digər iki qızımız hərəsi 7 suala cavab verə bildi. Nəzrin Hüseynlidir və Sevinç Əlizadədir. İki əlaçımız isə 6 xal topladı. Eşkin Nuhov, alqışlayırıq biz Eşkini. Bir də Həmidə Tağıyevanı alqışlayırıq. Davam edirik dostlar. Bizim 3 sualımız var. Hər bir sual cədvəldə yerləri dəyişdirə bilər. Yəni bu gücə malikdir. Sual səslənir. 2 mol butan yandıqda neçə mol karbon qazı alınır? 8, 10, 12, 14.
2 mol butan yandıqda neçə mol karbon qazı alınır? Vaxt bitdi. Düzgün cavab. 8 və 10 nəfəri biz alqışlayırıq ürəkdən. On birinci sual səslənir. Tıx-Tıx xanım nağılının müəllifi kimdir? Abbas Səhhət, Nəcəf bəy Vəzirov, Abdullah Şaiq, Süleyman Sani Axundov. Tıx-Tıx xanım nağılının müəllifi kimdir? Vaxt bitdi. Düzgün cavab. Abdullah Şaiq və 6 nəfər. Əlaçısınız. Sonuncu sual səslənir. Qızıl Tapançalı Adam filmində baş qəhrəman kimdir? James Bond, Sherlock Holmes, Hercule Poirot, Jason Bourne. Qızıl Tapancalı Adam filmində baş qəhrəman kimdir? Vaxt bitdi. Düzgün cavab. James Bond və 7 nəfər bilirdi ki, həmin film 007-yə aiddir. Beləliklə dostlar, 12 sualın hamısı səsləndi. Diqqət oyuncu cədvəlinə baxaq görək ikinci raunda vəsiqə qazanan əlaçılarımız kimlərdir? Nəzrin Hüseynli, təbrik edirəm sizi. 10 xalla siz ikinci raunddasınız. Nəzrinlə bərabər digər 2 əlaçılarımız, qızlar, onlar da 10 sualı cavablandırdı. Nəslihan Məmmədli, təbrik edirəm sizi. Sağ olun. Sevinç Əlizadə, təbrik edirəm. İkinci raunda vəsiqə qazanan digər əlaçımız Həmidə Tağıyevadır. Təbriklər, 9 xalla. Siz də ikinci raunddasınız və daha 2 əlaçımız 8 sualı cavablandırdı və beləliklə onlar da ikinci raunda keçdi. Zəhra Hüseynzadəni biz alqışlayırıq. Təbriklər. Və Eşkin Nuhovu. Təbrik edirəm Eşkin. Digər 6 iştirakçılı isə təəssüflər olsun ki, sağollaşmalıyam. Vaqif Qəhrəmanovu biz alqışlayırıq ürəkdən. Cəmilə Əliyevanı alqışlayırıq. Arzum Əzizlini alqışlayırıq. Afərin Məhərrəmovanı alqışlayırıq. Fatimə Nağızadəni alqışlayırıq. Və Zeynəb Nəsrullayevanı da alqışlayırıq. Bütün işlərinizdə sizə uğurlar, əziz dostlar. Tələbə adını qazanasınız, inşallah mütləq qazanacaqsınız. Digər 6 iştirakçıyla isə biz bir neçə dəqiqədən sonra ikinci raundda görüşəcəyik. Əlaçı verilişinin ikinci raundunda xoş gördük, hörmətli tamaşaçılar. İlk raunddan sonra təəssüratlarınızı Əlaçı Facebook səhifəsində gözləyirəm. Hələlik isə bu raunda qədər yüksələn məktəblilərin adlarını çəkmək istərdim. Nəzrin Hüseynli, Nəslihan Məmmədli, Sevinç Əlizadə, Həmidə Tağıyeva, Zəhra Hüseynzadə, Eşkin Nuhov.
6 iştirakçının hər biri 2 mövzuda yarışacaq. Seçimi birinci kimin edəcəyini isə xüsusi oyunumuz müəyyən edəcək. Şifrəni qırmalısınız dostlar. Diqqət ekrana. Tapşırıq ekranda görsənir. 6 hərfdən ibarət olan bir sözdür bu və bu nədir? Musiqi alətidir. Vaxt getdi. Baxaq görək hansı söz idi gizlənən rəqəmlərin arxasında. Ən populyar musiqi alətlərindən biri olan gitara idi bu. Və beləliklə mövzu seçimində ardıcıllıq belə olacaq. Ən cəld əlaçımız kimdir? Mövzunu ilk olaraq seçəcək Həmidə Tağıyeva. İkinci iştirakçı Sevinç Əlizadə. Üçüncü iştirakçı Nəzrin Hüseynli. Dördüncü iştirakçı Eşkin Nuhov. Beşinci iştirakçı Nəslihan Məmmədli. Və 6-cı iştirakçı Zəhra Hüseynzadə. İkinci raundun 12 mövzusu. Gəlin tanış olaq. Azərbaycan dili, riyaziyyat, rəqslər, biologiya, fizika, kulinariya, idman, kimya, coğrafiya, ümumi bilik, tarix, tip. Və biz başlayırıq Həmidə Tağıyevadan. Xoş gəlmisiniz Həmidə. Akstafadan gəlmisiniz. Kimlə gəlmisiniz? Anam, bacılarım və məktəbimizin təşkilatçı rəhbəri Afaq müəllimə ilə. Xoş gəliblər. Salamlayıram onları. Abituriyentsiz bu il, eləmi? Bəli, İnşallah gələn il artıq tələbə olacaqsınız. inşallah. Və doğrudan abituriyent olaraq necə planlaşdırırsınız vaxtınızı? Vaxtımı elə planlaşdırıram ki, dərslərimin hamısını vaxtında yerinə yetirim. Bəzən əlavə çalışmaq üçün də vaxt ayırıram, dərslərdən əlavə. Belə, əslində vaxt o qədər də çox çatmır, çünki hazırlıqlar çox olur ona görə. Və misal üçün tutalım, təmiz hava da lazımdır da, düzdür? İndi məktəbə gedəndə aydın məsələdir ki, yol gedirsiniz falan, biraz olursunuz təmiz havada, biraz nə bilim idmanla məşğul olmaq, biraz nəsə ya filmə baxmağa, ya kitab oxumaq. Bunlar üçün nə qədər vaxt qalır? Yəni dərslər əlavə bütün bax bu Həftə sonları daha çox olur. Həftə sonları bunlara vaxt ayırırsınız. Nə qədər vaxt? Təxminən 2-3 saat. Mən məktəbdə oxuyanda çox belə həddindən artıq dərəcədə hər şeyi çox belə düzgün eləyən bir uşaq idim. Sözə baxan, əlaçı, belə, yəni heç vaxt mənə görə problem olmazdı. Qardaşım məktəb direktoru idi. Heç vaxt yəni başı aşağı olmazdı. Həmişə sözünə qulaq asırdım. Uşaqlar dərsdən qaçmaq istəyəndə mən qaçmırdım, ona görə otururdum belə. Və mən deməli həmin o vaxtı sərf eləmək üçün o vaxtlar biz Sovet vaxtında oxumuşuq. İndi bilmirəm necə. Xüsusi biz ona rejim deyirdik, günün rejimi. Yazırdım, inanırsınız, dəqiqə, misal üçün 6:45-də oyanma, nə bilim 7:15-də yemək yemək. Sonra dərsdən gəlirdim, tutalım 13:30-da havaya çıxmaq. Çıxırdım bağçamızda, Şəmkirdə, ağacların yanında biraz gəzirdim belə ora-bura. Sonra gəl falan o qədər bunu dəqiq düzgün edirdim ki, yəni istəyirdim ki, hər bir şeyə vaxt ayırım. Ona görə mənə maraqlıdır indiki gənclər nə edirlər, necə edirlər, bütün günü dərs mi oxuyurlar, necə planlaşdırırlar. Biz onda hamısını bunu çatdırırdıq, inanırsınız. Müasir gənclər nə edir? Məncə daha çox dərs oxuyurlar. Dərs oxuyurlar. Bu nə deməkdir? Dərslər çoxalıb, yoxsa informasiya çoxdur sadəcə internetə görə, texnologiyalara görə? Ola bilər. Bəli, mənə də elə gəlir ki, ona görə də vaxt uçur. Ona görə vaxt uçur. Elə vaxt çox uçmasın deyə keçirik mövzuya. Hansı mövzunu seçirsiniz?
Biologiya. Biologiyanı seçdiniz. Sizə uğurlar. Yaslı qurğularda itirilmiş orqanın bərpa olunmasına nə deyilir? Regenerasiya. Düzdür. Balıqların yumurta hüceyrəsini necə adlandırırlar? Pas. Kürü. Nuklein turşularının monomer halqası necə adlandırılır? Nukleotidlər. Düzdür. Lobiya bitkisi xaç çiçəklərə yoxsa Paxlallar. paxlalara aiddir? Düzdür. Kələm çiçəyində neçə erkəkçi olur? 6. Düzdür. Delfin xordalların hansı sinfinə aiddir? Məməllər. Düzdür. Qurbağanın böyük qan dövranı ürəyin hansı hissəsindən başlayır? Sağ mədəci. Xeyr, mədəciyindən. Rəngini dəyişə bilən mollyusk sədəf iblisdir yoxsa kalmar? Kalmar. Düzdür. Yosunların xromatoforunda hansı pigment olur? Klorofil. Düzdür. Oksigensiz mühitdə yaşayan bakteriyalara nə deyilir? Anaerob. Düzdür. İnsanda böyrəklər hansı boşluqdadır? Qarın. Düzdür. Balıqların hansı orqanda venoz qan arterial qana çevrilir? Qəlsəmələrdə. Düzdür. Şam ağacının yarpaqları necə olur? İynə. Düzdür. 11 doğru cavabınız oldu sizin. Davam edirik. Biləsuvarlı məktəblimiz Sevinç Əlizadə ilə. Xoş gəlmisiniz Sevinç. Xoş gördük. Kimlə gəlmisiniz? Atamla. Xoş gəlib atanız. Salamlayırıq, alqışlayırıq. Müəllimləriniz həyatınızda hansı rol oynayıb? Müəllimlərim mənim həyatımda həqiqətən çox böyük rol oynayır. Onlar mənim gələcəkdəki arzularımı gerçəkləşdirməkdə mənə çox böyük dəstəkdirlər. Bundan əlavə, məsələn, Aytən müəllim, Elmira müəllim, Aynur müəllim, riyaziyyat müəllimi Zeyhun müəllim, Müsalə müəllim, bunların hər birinə öz salamlarımı çatdırmaq istəyirəm və öz təşəkkürümü bildirirəm. Biz də onlara salam göndəririk və biz də təşəkkür edirik. Düşünürəm ki, necə ki, müğənnilər, ifaçılar üçün, aktyorlar üçün teatrda alqışlar və gül çiçəyi daha çox alqışlar çox önəmlidir. Ən gözəl təşəkkür odur. Mənə gəlir müəllimlər üçün də televiziyadan, ictimai televiziyadan, əlaçı verilişindən, onların şagirdləri ki, onlara salam göndərirlər və onlara təşəkkür edirlər. Bundan gözəl müəllim üçün heç nə ola bilməz. Mən elə gəlir. Hər halda bir ixtisasca müəllim olan adam kimi deyirəm bunu. Müəllim işləməsəm də. Sevinç, neyinirik? Hansı mövzunu seçirik? Riyaziyyat. Riyaziyyatı seçdiniz. Sizə uğurlar. 45 saniyəniz var. $20 kvadratı hansı rəqəmlə bitir? 1. Düzdür. 14-dən böyük ən kiçik sadə ədəd neçədir? 17. Düzdür. 1 saat 5 dəqiqə neçə dəqiqədir? 65. Düzdür. X böyükdür 53 bərabərsizliyi 2 yoxsa sonsuz sayda natural həlli var? sayda. Düzdür. Ən böyük iki rəqəmli ədədlə ən kiçik iki rəqəmli ədədin fərqi neçədir? 88. Xeyr, 89. Kvadratda neçə simmetri oxu var? 4. Düzdür. İki düz xəttin kəsişməsində neçə cüt qonşu bucaq alınır? 2. Xeyr, 4. 224-ün kvadratın sonuncu rəqəmi neçədir? 6. Düzdür. 150-dən kiçik 25-ə bölünən neçə natural ədəd var? 5. Düzdür. Avtomobil 3 saatda 240 km yol gedirsə onun sürəti nə qədərdir? 80. Düzdür. Həm 40-a, həm də 5-ə böldükdə qalıqda 3 alınan ən kiçik ədəd neçədir? 43. Düzdür. Sizin 9 doğru cavabınız oldu. Davam edirik. Bakı məktəblisi Nəzrin Hüseynli ilə. Xoş gəlmisiniz Nəzrin. Çox sağ olun. Kimlə gəlmisiniz? Atamla və qardaşımla gəlmişəm. Xoş gəliblər. Salamlayırıq Çox sağ və ol. alqışlayırıq onları. Nəzrin, hansı uşaqlıq arzunuzu həyata keçirmək istərdiniz? Bəlkə də keçirmisiniz. Əlaçı bunlardan biri idi, bunu keçirdim. Amma ki, qalib olmaq istəyirəm. Bir də ki, həkim olmağı uşaqlıqdan istəyirdim. Bunu həyata keçirmək istəyirəm. İxtisas nə olacaq həkimlikdə? Cərrah olmaq istəyirəm. Ümumi cərrah? Bəli. Lap yaxşı. Başqa isə deməli biliklə, təhsillə, peşə ilə bağlı olmayan hər hansı bir arzunuz var? İstəyərdim ki, kiçik ya da böyük fərqi yoxdur, amma biznesim olsun və onu idarə etmək istəyərdim. Bundan əlavə arzu edirsə, istədiyim bəzi müğənnilərin konsertində olmaq istəyərdim və ya bir çox tələbə proqramlarında iştirak etmək istəyirəm. İstəyirəm ki, tələbəlik həyatım canlı və maraqlı olsun. Arzularım bunlardır. İnşallah daxil olacaqsınız tibb universitetinə və Bəli. Bakıda
nəinki tək tələbələrin həyatı, ümumən həyat indi çox maraqlı olubdur. Çünki o qədər konsertlər, sərgilər, tamaşalar keçirilir, müxtəlif tədbirlər, yaxşı hava olanda açıq havada, soyuq havada, bağlı məkanlarda. Həqiqətən də orada, yəni kinoteatrlar o qədər gündəlik getməyə o qədər yerlər var və xüsusi saytlar, səhifələr var ki, izləmək olur, harda nə var. Biznes olsa, inşallah olar, həkimliklə bərabər eləyə bilərsiniz bunu. Siz nədə, hansı sahədə açarsınız biznesi? Daha çox geyim sahəsində açmaq istəyərdim. Öz dizaynlarımı və özümün hazırladığı öz düşüncələrimlə və bijuteriya ilə bağlı. Varmı belə bir şey, bəlkə əl işləriniz və yaxud da o geyimləri belə də çəkirsiniz? Hələ ki boş vaxtım yoxdur, amma toxuma ilə məşğul oluram. Bir də bəzi mıncıqlarla bijuteriyalar hazırlamaqla məşğul oluram boş vaxtımda. Hələ ki təzə başlamışam bu məşğuliyyətə, amma toxuma vasitəsilə özümə bəzi əşyalar hazırlamışam. Əla, çox qəşəng. Əslində bütün dediklərinizdə belə çox da çətin, həyata keçə bilməyən bir şey yoxdur. Hamısını eləyə biləcəksiniz. Hamısını, sadəcə vaxt və səbir lazımdır. Ürəkdən arzulayıram ki, alınsın. Çox sağ olun. Hansı mövzunu seçirik biz? Kimya. Kimyanı seçdiniz, uğurlar sizə. Benzol hansı aqreqat haldadır? Maye. Düzdür. Fenil və vinil radikalından ibarət olan maddənin Metal. tarixi adı nədir? Xeyr, stirol. Metal və kükürt atomundan təşkil olunmuş duzların adı nədir? Sulfidlər. Düzdür. Hava homogen yoxsa heterogendir qarışıq? Homogen. Düzdür. Metal molekulunda polar kovalent rabitənin sayı neçədir? 4. Düzdür. Stadelit mineralın tərkibində hansı qeyri-metal atomu var? Bilmirəm. Pas. Kükürt. Kauçukun vulkanlaşdırılmasından alınan bərk qeyri-elastik materialın adı nədir? Ebonit. Düzdür. Dəmirin 2 yoxsa 3 valentli oksidi əsası xassiyyə malikdir. Düzdür. Kalium klorid məhlulundan xloru hansı halogen sıxışdırıb çıxarır? Düzdür. Hansı tip oksidlər həm qələbələrlə, həm turşularla reaksiya daxil olur? Düzdür. Karbon sayı 5 olan alkanda qeyri-polar kovalent rabitənin sayı nə qədər olar? 12. Xeyr, 4. Glukozanın qışqırmasından hansı spirt alınır? Etil spirti. Düzdür. Sizin 9 doğru cavabınız oldu. Davam edirik Ağdaşlı məktəbli Eşkin Nuhovla. Xoş gəlmisiniz Eşkin. Çox sağ olun. Kimlə gəlmisiniz? Dayım və anamla. Xoş gəliblər. Deməli, ananız qardaşını götürüb gəlib sizi izləməyə, elə? Xoş gəliblər, çox gülərüzdülər və xoşdur. Siz amma biraz belə deyəsən, ciddisiz, belə çox ciddisiz, elə belə. Yox, yoxsa mənə elə gəlir? Xeyr. Yox, sadəcə həyəcanlısınız? Həyəcanlıyam. Əlaçıda olduğunuza görə. Onda elə deyilsə, hətta artıq təbəssüm də gördüm mən sizin üzünüzdə. Zəhmət olmasa deyin, dostlarınızla necə vaxt keçirirsiniz? Çox vaxtı küçəyə çıxıb futbol oynayırıq. Sonra söhbətlər edirik. Futbolda siz hansı roldasınız? Hücumçu. Hücumçu. Ha, həyatda da? Bəli. Hə, düzdür, belə oxşamırsınız, amma yəqin gizlədirsiniz onu. Nə söhbətlər edirsiniz dostlarınızla? Deli söhbət edirik. Nə? Dərslər müzakirəsini, başqa məsələn, müxtəlif növ hekayələr haqqında, bədii əsərlər haqqında. Bəs tutalım internet və oğlanlar internetdə çox olur da, araşdırır nə isə. Gündəlik olaraq Google-dan istifadə edirsiniz. Bəli. Yəqin ki, yoxsa ChatGPT-dən. İkisindən də istifadə edirəm. İkisindən də. Ən çox nəyi soruşursunuz? Hansı mövzunu ən çox soruşursunuz orada? Sual verirsiniz olaraq. Ən çox soruşduğum mövzu belə tarixi mövzular. Mən ən çox kinoya aid sual yazıram. Siz? Tarixi mövzular olur. Hə? Tarixi mövzular. Tarixi mövzular. Tarixlə maraqlanırsınız deməli, xüsusi maraqlanırsınız. Çox xeyr. Bəs tarixi, onda niyə sual verirsiniz? Arada bilmədiyim suallar olanda, məsələn, maraqlanmaq istədiyim mövzuya aid, ona dair suallar verirəm. Görürsünüz, indiki gənclərin həyatı o barədə asanlaşıb. Çünki doğrudan da internetdə hər şey tapmaq olar. Amma süni intellekt belə güclü işləyəndən sonra, inkişaf eləyəndən sonra bunun digər bir təhlükəsi oldu ki, həqiqəti yalandan, feykdən ayırmaq bacarığı. Bax, indi əsl istedad, ən vacib məsələ budur ki, onu araşdıranda, o sualları verəndə siz biləsiniz nə doğrudur, nə isə yalandır. Çünki istənilən adam daxil olub hər şey yaza bilər. Hə? Bəli. Çox sağ olun. Söhbət üçün hansı mövzunu seçdik? Azərbaycan dili. Azərbaycan dilini seçdik. Sizə uğurlar. Sözün asanlıqla bölünən hissəsinə nə deyilir?
Kök. Xeyr, hecab. Balaca söz hansı hissəsidir? Sifət. Düzdür. Sənin sözün var cümləsində əvəzlik hansı cümlə özüdür? Şəxs. Xeyr, tamamlıq. Dağın başı ifadəsində baş sözü həqiqi mənada Məcazi. Düzdür. Tərəf, qarşı qoşmaları ismin hansı halına qoşulur? Yönlük. Düzdür. Sözləri və cümlələri bir-birinə bağlayan köməkçi Bağlayıcı. Düzdür. Bizi orada gözləyirlər cümləsinin şəxsə görə növü hansıdır? Pas. Qeyri-müəyyən şəxsliyin mürəkkəb adların tərkibində işlənən yanında sözü böyük yoxsa kiçik hərflə yazılır? Böyük. Xeyr, kiçik hərflə. Eyni köklü sözlər quruluşca necə olur? Sadə. Xeyr, düzəltmə. Körpələr ağlaşdılar cümləsində feil hansı qrammatik məna növündədir? Birgəlik. Qarşılıq Düzdür. birgəlik. Birincilik sözü hansı nitq hissəsindən düzəlib? Say. Düzdür. Sizin 6 doğru cavabınız oldu. Davam edirik Bakı məktəblisi Nəslihan Məmmədli ilə. Xoş gəlmisiniz Sağ olun, Nəslihan. təşəkkür edirəm. Adam kefi olmasa da belə düşünürəm ki, sizə baxanda dərhal hər şey yaxşı olur. Sizin evdəkilər şanslıdılar. Həmçinin sinif yoldaşları da şanslıdılar, müəllimləriniz də. Kimlə gəlmisiniz? Anam və xalam qızı ilə. Xoş gəliblər. Baxın bir onlara. Hə, ailəvi də bu deyəsən, hamınız belə gülərüzsüz. Bəli, ola bilər. Siz amma yəqin xüsusilə. Necə oldu ki, belə oldunuz? Bax belə. Çünki biz kainata nəyə ötürsək, kainat da bizə eyni şeyi yəni ötürür də. Yəni pozitiv olmalıyıq ki, kainat da bizə pozitivlik yəni satsın. Hər şey istədiyimiz kimi yəni geçsin. Alınır? Bəli, yəni günümüz pis keçibsə o demək deyil ki, yəni biz elə qaşqabaqlı elə yəni oturmalıyıq. İnsanlar pozitiv olmalıyıq. Nə qəşəng həyat fəlsəfəsidir bu. Bravo, necə müdriksiniz? 16 yaşda, 17 yaşda belə müdrik olmaq. Qəşəng. Bəlkə olubmu, heç belə olubmu? Özünüzə demişsiniz ki, yox, mən haqlı deyiləm, yox, falan şey belədir, pisdir, yox, belədir, olub belə. Bəzən olur, amma onu çox üzə verməmək lazımdır da. Yəni daha çox, yəni o mənfi emosiyaları çıxartmağa bacarıram bəzən. Lap yaxşı. Və siz özünüz nədən ilhamlanırsınız? Bax, sizi bu cür gülərüz, pozitiv etməyə nə kömək edir? Musiqi. Aha, kimi dinləyirsiniz, nəyi dinləyirsiniz? Daha çox janrdan janra uyğun olaraq dəyişir. Yəni stabil olaraq bir janr yorucu olur həmişə. Əlbəttə ki, məsələn bu aralar rock dinləyirəm. Əvvəllər məsələn heç dinləməzdim, heç sevməzdim. Amma niyəsə indi başlamışam. Olur, o yaxşıdan Enerjik dəyişir. olsun deyə. Kimi dinləyirsiniz rockdan? Rockdan Maneskin daha çox dinləyirəm. O Eurovisiondan sonra deyəsən, Avroviziya müsabiqəsindən sonra daha çox populyarlaşdı. Başqa Türkiyə roku necə çox sevirəm mən məsələn. Manqanı sevirəm məsələn. O da Eurovisiondan sonra çox populyar olmağa başladı. Bəli, onda belə çıxır ki, Avroviziya müsabiqəsini izləyirsiniz. Bəli, çox izləyirəm. İctimai televiziyada izləyirsiniz. Bəli, mütləq. Həm uşaq Avroviziya, həm də böyüklər üçün. Daha çox böyüklərinkini izləyirəm. Var, çox yaxşı musiqi müsabiqələri var indi və Azərbaycanda da onlar yayımlanır. Məsəl üçün İctimai televiziyada Avroviziya müsabiqəsindən başqa səs layihəsi var. Mən özüm bir tamaşaçı kimi çox böyük həvəslə izləyirəm və Səs Azərbaycanda elə ifaçıları gördüm ki, mən indi onların fanatıyam. Misal üçün İlqar çox xoşuma gəldi. Bəkirov səhv eləmirəmsə Glass Music-dən əsl funk oxuyurlar, belə jazz funk. Bir də Maska Show. Maska Show-da, o da musiqilidir, həm də teatr. Çox maraqlıdır. Nə yaxşı ki, belə gözəl layihələr var indi Azərbaycan televiziyasında, İctimai televiziyada. Nəslihan, neyniyək? Görün, musiqi var burada. Yox, musiqi yoxdur. Nəyi seçirsiniz? Fizikanı seçək. Fizikanı seçdiniz. Kainat sizə qaytaracaq o pozitivi. Uğurlar sizə. Cərəyanın yaranmasına naqilin göstərdiyi əks təsir necə adlanır? Pas. Müqavimət. Spidometr dəyişən sürətli hərəkətdə hansı sürəti göstərir? Pas. Ani sürəti. Kəmiyyətlərdən hansı istilik tarazlığı halında bütün qazlar üçün mütləq eyni olur? Pas. Temperatur. Elektromaqnit şüalanmasının kvantı radiyan adlanır, yoxsa foton? Foton. Düzdür. Hərəkətdə olan elektrik yüklərinin yaratdığı materiya növü necə adlanır? Elektrik qüvvəsi. Xeyr, maqnit sahəsi. Güzgülərin iş prinsipi hansı qanuna əsaslanır? Pas. Qayıtma qanununa. Gərginlik hansı cihazla ölçülür? Bilmirəm. Voltmetrlə. Sabit qüvvənin qolunu 80% azaltdıqda qüvvə momenti 5 dəfə artar, yoxsa azalar? Azalar. Düzdür. Naqilin elektrik yükü saxlamaq xüsusiyyətini hansı fiziki kəmiyyət təyin edir? Pas. Elektrik tutumu. Kalori hansı fiziki kəmiymətin vahididir? Enerji. Düzdür. Elektronun antizərriciyi nədir? Proton. Xeyr, pozitron.
Heyecanlandım. Heyecanlandınız. Bəli, heyecanlandı sadəcə. Sizin 3 doğru cavabınız oldu. Bakı məktəblisi Zəhra Hüseynzadə. Xoş gəlmisiniz Zəhra. Xoş gördük. Kimlə gəlmisiniz? Anam və bacımla gəlmişəm. Xoş gəliblər. Salamlayırıq onları. Zəhra, necə oldu ki, siz aparıcı olmaq istədiniz? Ümumiyyətlə uşaq yaşlarımdan maraqlanırdım. Uşaq vaxtı da ailəmin qarşısına keçib şeir deməyi, çıxışlar etməyi sevirdim. Özüm də ssenarilər hazırlayırdım. Və məktəbdə də aparıcılıq icra eləyirəm hal-hazırda. Ümumiyyətlə tədris mərkəzləri tədbirlərində də iştirak eləyirəm və getdikcə hiss elədim ki, bu sənətə böyük marağım var və davam da etdirmək istəyirəm. Hal-hazırda ixtisas olaraq riyaziyyat müəllimliyinə hazırlaşıram, lakin gələcəkdə aparıcılıq sahəsində də inkişaf etmək istəyirəm. Jurnalistika fakültəsinə daxil ola bilərsiniz, misal üçün. Və onu bitirəndən sonra da işləyə bilərsiniz. Ümumiyyətlə, aparıcılıq elə bir peşədir ki, mən də Azərbaycandan deyirəm də, tanıdığım insanlar kimsə konservatoriyanı bitirib, kimsə tibb universitetini bitirib, radioda, televiziyada işləyən insanlar var ki, tibb universitetini bitiriblər, mənim dostlarım da. Yəni, müxtəlif. Mən özüm ixtisasçı müəlliməm, misal üçün. Yəni, aparıcılıqda problem yoxdur. Siz riyaziyyatçı da ola bilərsiniz, amma sonra aparıcı kimi işləyə bilərsiniz. Arzularınıza çatasınız inşallah. Mən özüm də çox rastlaşmışam ki, fərqli ixtisasdan aparıcı ixtisasına keçid olur və özüm də bunu istəyirəm. İnşallah ki, olur. Bəli, mütləq şəkildə olacaq, hamısı. Özdə ki, aparıcılıq elə bir məsələdir ki, istənilən peşə sahibi lap elə aparıcı olmasa da, televiziyada, radioda işləməsə də, o hazırladığı məhsul deyəndə bu tək əllə toxuna bilən, hiss olunan məhsuldan söhbət getmir də, ümumiyyətlə, yəni nəticə olaraq hansı sahədə işləyirsə, o onu çox gözəl təqdim etməyə bacarmalıdır. Həmin o təqdimat da aparıcılıqla bağlı bir məsələdir. Yəni, hər bir insanda o aparıcılıq istedadı olmalıdır, amma bu artıq peşəyə çevrilirsə, yəni o deyir, çörək puluna, lap yaxşı, gözəl. Siz də bunu etmək istəyirsiniz, sizə uğurlar. Mən həmçinin ötən mövsümdə də iştirak edəndə siz qeyd eləmişdiniz ki, Milyonların şousunda da aparıcı seçmişdilər Fatih bəy də. Ondan sonra mən daha da çox sevinmişdim, çox sağ olun. Çox sağ olun. Nə qeyd eləmişdin Fatihlə bağlı? Mən ilk başda çıxış edəndə siz demişdiniz ki, Milyonların şousunda da səhv eləmirəmsə Fatih bəy bir yarışmacını aparıcı seçmişdi ki, özündən sonra gəlib iştirak eləməyə də. Bəli, elə bir şey olmuşdu. Bəli, elə bir məndən deyirsiniz. Hə, olmuşdu. Bəli, belə hallar olur. Çox maraqlı. Fatih özü biz vaxtıkən radioda işləyəndə Fatih biz çalışdığımız radiostansiyanın əsas aktiv dinləyicilərindən biri idi. Onda Fatihin 14 yaşı var idi. Sizdən də kiçik idi. Və zəng eləyirdi, aktiv iştirak eləyirdi, çox qəşəng danışırdı efirdə. Daha çox retro verilişinə, Rahib Azər apardığı verilişə zəng vururdu. Mənim yadımdadır. Mən onda prodüser işləyirdim, zənglərə cavab verirdim. Və sonra görürsünüz necə, Fatih də görürsünüz uşaqlıq vaxtlarından aparıcı olmaq istəyirdi. Nəticədə indi Azərbaycanın ən tanınmış aparıcılarından biridir və ictimai televiziyanın simalarından biridir. Qəşəng, istədiyinə nail oldu. Siz də bunu edə bilərsiniz və ən uğurlu insanlardan biridir. Beləliklə, Zəhra, başlayaq mı oyuna? Başlayaq. Hansı mövzunu seçirsiniz? Kulinariya. Kulinariyanı seçdiniz, sizə uğurlar. Çox sağ olun. Başlayırıq. Bigos hansı xalqın mətbəxinə aiddir? Fransa. Xeyr, Polyak. İtaliya. Kartof yeyənlər rəsminin müəllifi Van Gogh yoxsa Malevichdir? Düzdür. Məşhur ifadəyə görə intiqam necə yeyilən yeməkdir? Soyuq. Düzdür. Makizushi, Almaniya. Almaniya yoxsa xeyr, Yaponiya. Sonuncu şam yeməyi əsərinin müəllifi hansı rəssamdır? Pas. Leonardo da Vinci. Michigan salatı hansı ölkənin mətbəxinə Pas. aiddir? Amerika Birləşmiş Ştatları. Taco hansı ölkənin milli yeməyidir? Pas. Meksika. Kələm dolması üçün əsasən hansı bitkinin yarpağından istifadə olunur? Pas. Kələm. Fiş burgeri nədən hazırlayırlar? Balıqdan. Düzdür. Bəhməzin digər 5 hərfli adı nədir? Doşab. Düzdür. Atalar sözünə görə hansı quşun ətini yeməyən onun ləzzətini bilməz? Pas. Qaz. Baton çörək yoxsa şorba növü? Çörək. Düzdür. Margarita pizzası hansı ölkənin mətbəxinə aid yeməkdir? İtaliya. Düzdür. Motal nəyin növüdür? Pendiren. Düzdür. 7 doğru cavabınız oldu.
6 mövzudan sonra diqqət oyuncu cədvəlinə. Həmidə Tağıyeva 11 xalla nömrə 1-də hal-hazırda bizim cədvəlimizdə. 9 xalla Sevinci Əlizadənin adını biz orada görürük. Və eyniliklə Nəzrin Hüseynlinin də 9 xalla. Amma daha 6 mövzumuz var və hər biriniz yenidən oynayacaqsınız. Elə Həmidə ilə davam eləyək. Mövzunu seçirsiniz. Tip. Tipi seçdiniz, sizə uğurlar. Hansı məşhur tipi alimini Avropada Avicenna adlandırırlar? İbn Sinanı. Azərbaycan Tibb Universitetinin əsası neçənci əsrdə qoyulub? 20. Düzdür. Təcili yardım xidməti ilk dəfə Viyanada Madrid. yoxsa Madriddə yaranıb? Xeyr, Viyanada. Rinologiya hansı bədən üzvü ilə bağlı xəstəlikləri öyrənir? Burun. Karies nəyin xəstəliyidir? Dişin. Düzdür. Azərbaycanın ilk tibb elmləri doktoru Mirəsədullah Mirqasımov və Nərman Nərimanovdur. Düzdür. Vaksin digər adı nədir? Peyvənd. Düzdür. Mikrob və bakteriyaların artım və inkişafını qarşısına alan maddələr necə Dezinfeksiya, adlanır? edici maddələr. Xeyr, antibiotik. Karl Landsteiner qan qruplarını neçə hissəyə bölmüşdür? 4. Düzdür. Bronx divarlarının selitli qişasının iltihabı necə adlanır? Düzdür. Uşaq xəstəliklərindən və onların müalicəsindən bəhs edən elm oftalmologiya Pediatriya. pediatriya düzdür. Müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilən neft növü Naftalan. düzdür. Sizin bu dəfə 8 doğru cavabınız oldu. Ümumilikdə 19 xalınız var. Davam edirik Sevinclə. Sevincinin mövzunu seçəcək. Ümumi bilik. Ümumi biliyi seçdiniz. Uğurlar. Yedi Gözəl baletin bəstəkarı kimdir? Qara Qarayev. Düzdür. Sahəsinə görə Atlantik yoxsa Hind okeanı daha böyükdür? Hind. Xeyr, Atlantik. Atalar sözünə görə daldan atılan daş bədən hansı hissəsinə Topuğa. düşüb gəlir? Düzdür. Robinson Crusoe'nun köməkçisinin adı nə idi? Pas. Cümə. Amerika Birləşmiş Ştatlarında respublikaçıların rəmzi hansı heyvan hesab olunur? Pas. Fil. Chopin bəstəkar yoxsa rəssam kimi şöhrət qazanır? Bəstəkar. Düzdür. İntellektual sözündə neçə heca var? 4. Xeyr, 5. Futbol üzrə İngiltərə yoxsa Almaniya yığması daha çox dünya çempionu olub? İngiltərə. Xeyr, Almaniya. Elektrik enerjisi ilə işləyən avtomobilin ümumi adı nədir? Pas. Elektromobil. Kofe fasiləsini nə deyirlər? Pas. Coffee break. Restoranda yeməklərin siyahısı necə adlanır? Menü. Düzdür. Sehri Xalat filmindəki məşhur müəllim Eynullah yoxsa Cəbiş adlanır? Eynullah. Düzdür. İlk avtomobil neçənci əsrdə ixtira edilib? 18. Xeyr, 19-cu. 5 doğru cavabınız oldu. Ümumilikdə 14 xalınız var. Davam edirik Nəzrinlə. Və indi Nəzrin də mövzunu seçəcək. Rəqslər. Rəqsləri seçdiniz, uğurlar. Azad Qadını rəqsi əsərinin müəllifi hansı bəstəkarımızdır? Müslüm Qamayev. Ay yerişi rəqs hərəkəti Michael Jackson yoxsa Shakira sayəsində məşğul? Düzdür. Uzanmayan çəksiz sapdan asılmış maddi nöqtəyə nə deyirlər? Riyazi rəqqas. 29 aprel dünyada hansı əlamətlər günü qeyd olunur? Beynəlxalq rəqs günü. Sirtaki rəqsi Yunanların yoxsa ərəblərin simvolları hesab olunur? Düzdür. Qarabağlı ney ustası Mirzə tərəfindən yaradılan məşhur rəqs necə adlanır? Mirzəyi. Rəqs edən oynayan incəsənət xadiminə nə deyirlər? Rəqqas. Düzdür. Azərbaycanın ilk balerinası kim olub? Qəmər Almazzadə. Polonez rəqsi hansı ölkədə yaranıb? Polşada. Argentinada təşkil olunmuş futbol üzrə dünya çempionatı üçün hazırlanan topa hansı rəqsin adı verilib? Xeyr, tango. Köçəri rəqsi hansı rəqsin bir növüdür? Pas. Yallı. Çərçəcə Kuba rəqsidir yoxsa Hindistan? Kuba. Düzdür. Alça Gölü milli rəqsi neçənci əsrin əvvəllərində yaranıb? 20. Bəli, bu düzgün cavabdır. Sizin 5 doğru cavabınız oldu. Ümumilikdə 14 xalınız var. Elə bu anda diqqət oyuncu cədvəlinə. Həmidə Tağıyeva 19 xalla nömrə 1-də hal-hazırda. Sevinc Əlizadənin 14 xalı var. Eyniliklə Nəzrin Hüseynlinin də 14 xalı var. Davam edirik və indi oynayırıq Eşqinlə. Eşqin mövzunu seçin. İdman. İdmanı seçdiniz, uğurlar sizə. Yao Ming hansı idman növündə məşhurlaşıb? Pas. Basketbol. 2000-ci ildə Yay Olimpiya oyunları hansı şəhərdə keçirilib? Sidney. Sidney yoxsa düzdür. San Siro stadionu hansı ölkədə yerləşir? Paris.
Xeyr, İtaliyada. Komite takvandonun yoxsa karatenin bir növüdür? Taekwondo. Xeyr, karatenin. Lewis Hamilton hansı idman növündə 7 dəfə dünya çempionu olub? Basketbol. Xeyr, Formula 1-də. Ən uzun məsafəyə qaçış yarışları necə adlanır? Pas. Ultramarafon. Yarışlarda 3-cü yeri tutan idmançı adətən hansı medalla mükafatlandırılır? Birinci. Düzdür. Ən çox İspaniya çempionu olan futbol klubu Real Madrid yoxsa Barcelonadır? Real Madrid. Düzdür. Tenis yoxsa handbol kortda oynanılır? Handbol. Xeyr, tenis. Tour de France hansı idman növünə aid yarışdır? Pas. Velosiped. Kevin Durant hansı idman növündə məşhurdur? Pas. Basketbolda, futbolda yoxsa golfda top daha kiçikdir? Golfda. Düzdür. 4 doğru cavabınız oldu. Ümumilikdə 10 xalınız var. İndi biz oynayacağıq Nəslihanla. Nəslihan, coğrafiya yoxsa tarix? Coğrafiya. Coğrafiya. Uğurlar, başlayırıq. Su buxarının yuxarı qalxması nə əmələ gətirir? Yağış. Xeyr, bulud. Urmiya gölü hansı qitədə yerləşir? Avrasiya. Xeyr, Asiyada. Lena çayının mənsəbi hansı ölkənin ərazisindədir? Rusiya. Düzdür. Manqan qara yoxsa əlvan metaldır? Əlvan. Xeyr, qara. Tanzaniya hansı okeanın sahilində yerləşir? Atlantik. Xeyr, Hind. İlk quru parçası necə adlanır? Qitə. Xeyr, Pangeya. Ağ yataq hansı faydalı qazıntı yatağıdır? Civə. Qalahari yaylasında qalxan yoxsa enən hava hakimidir? Qalxan. Xeyr, enən. Madagaskar adası nə mənşəlidir? Vulkanik. Xeyr, materik. Evrosferin xəritəsində neçə qitə göstərilmişdir? 2. Xeyr, 3. Cəndar göl hansı rayon ərazisində yerləşir? Pas. Akstafada. Troposferin qalınlığı hansı enliklərdə maksimumdur? Ekvatorial. Afrikada ən çox yağıntı düşən ölkə hansıdır? Bir dəqiqə. Pas. Kamerun. Bir doğru cavabınız oldu. Ümumilikdə 4 xalınız var. Və qaldı tarix, həmçinin Zəhra. Hazırsınız? Bəli. Uğurlar, başlayırıq. Konstantinopolu ələ keçirmiş Osmanlı sultanı kim idi? Pas. 2-ci Mehmet 1863-cü ildə hansı dövlətdə köləliklə Amerika Birləşmiş Ştatlarında ağacının 3 rəngli bayrağı neçənci ildə? 1918. Düzdür. 1470 Norveç. ildə Xeyr, İspaniya. Gəncənin tarixi adı neçənci ildə bərpa edildi? 19. Xeyr, 1989. Almaniyanın ilk qadın kansleri kimdir? Pas. Angela Merkel. 1926-cı ildə ilk ümumi Pas. təhsil hansı? İngiltərə. Naxçıvan General 1915. Xeyr, 1919. Molla Nəsrəddin jurnalı ilk dəfə neçənci ildə nəşr edilib? Pas. 1906. Avropada ilk dəfə papanın imzasına ehtiyac olmadan Pas. imzalanan sülh Vestfaliya. 1827-ci ildə Navarin dəniz İngiltərə. döyüşündə Xeyr, Osmanlı İmperiyası. İngiltərə, Fransa və Çar Rusiyasından Pas. ibarət Antanta Azərbaycanın Çar Rusiyasına Pas. təqdim etdiyi Ərshal. Pas dedinizsə, cavabı deyirəm Ərshal. Sizin bir doğru cavabınız oldu. Ümumilikdə 8 xalınız var. Beləliklə, 12 mövzudan sonra diqqət oyuncu cədvəlinə. Həmidə Tağıyeva, təbrik edirəm sizi. Həmidə, 19 xalla siz finaldasınız. Sevinç Əlizadə, təbriklər Sevinç, 14 xalla siz də finaldasınız. Və növbəti təbriklər Nəzrin üçündür. Nəzrin Hüseynli 14 xalla finaldadır. Digər iştirakçılarımızla təəssüflər olsun, amma sağollaşmalıyım. Çox sağ olun ki, gəldiniz. Nə yaxşı ki, sizi tanıdım. Nə yaxşı kimisə yenidən gördüm, kimləsə ilk dəfə olaraq tanış oldum. Eşqin Nohovu biz ürəkdən salamlayırıq, alqışlayırıq və yavaş-yavaş yola salırıq. Zəhra Hüseynzadəni biz alqışlayırıq. Gələcəkdə ekranlardan görəcəyik sizi. Və Nəslihan Məmmədlini, çox sağ olun o təbəssümə görə. Təşəkkürlər. Bütün işlərinizdə uğurlar sizə, dostlar. Tələbə adını qazanasınız və bütün arzularınıza çatasınız mütləq şəkildə. Digər üç iştirakçı ilə isə biz bir neçə dəqiqədən sonra finalda görüşəcəyik. Əlaçı verişinin finalındayıq. Bugünkü finalın iştirakçıları. Həmidə Tağıyeva,
Sevinç Əlizadə, Nəzrin Hüseynli. Onlardan yalnız biri finalda qalib gəlib mövsümün finalına çıxacaq. Finalın sadə qaydaları var. Mən sualları verirəm və kim qarşısındakı düyməni birinci sıxsa, o da cavab hüququnu əldə edir. Düzgün cavab xal qazandırır, səhv cavab versəz, növbəti suala cavab vermə hüququnu itirirsiniz. 6 xalı ilk qazanan məktəbli qalibdir. Beləliklə başlayırıq, qızlarımıza uğurlar, birinci sual səslənir. Lampa sözündə üçüncü hərf hansıdır? Sevinç? M. Bəli, bu düzgün cavabdır. Bu sizin cəldliyinizi yoxlayan bir sual idi. Növbəti sual. Siklopropanda neçə qeyri-polar kovalent rabitə? Sevinç? 3. 3 dediniz. Siklopropanda neçə qeyri-polar kovalent rabitə var? Sual belə idi, cavabınız da doğrudur. Bəli. Növbəti sual. Oturacağı 42 sm olan üç bucağın ona paralel olan orta xətti həmi də 21. 21 dediniz. Oturacağı 42 sm olan üç bucağın ona paralel olan orta xətti nə qədərdir? Bəli, 21 sm-dir. Sual səslənir. Senegal hansı materikdə yerləşir? Nəzrin? Afrika. Bəli, bu düzgün cavabdır. Sual səslənir. İnsanda daxili sekresiya vəzilərinin ifraz etdiyi Nəzrin? Hormon. Sualı dinləyirik. İnsanda daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr necə adlanır? Bəli, hormonlar. Tamamilə doğrudur. Növbəti sual. Sabit temperaturda götürülmüş mayyəni buxara çevirmək üçün lazım olan istilik necə adlanır? Sevinç? Buxarlanma istiliyi. Bəli, bu düzgün cavabdır. Sual səslənir. Doktor Seuss'un əsərində Milad bayramını Barmaley yoxsa Grinch uğurlamışdı? Nəzrin? Grinch. Bəli, Grinch. Tamamilə doğrudur. Növbəti sual səslənir. Bədii təsvir və ifadə vasitələri hansı üslubda, həmi də Bədii üslubda. bədii təsvir və ifadə vasitələri hansı üslubda işlənir? Bədii üslubda. Tamamilə doğrudur. Növbəti sual. Bir mol kükürt metallarla reaksiyada özünə neçə, həmi də 2. 2 dediniz. Bir mol kükürt metallarla reaksiyada özünə neçə elektron birləşdirir? Düzdür, 2. Eyni xallar hamıda. Davam edirik, sual səslənir. 48 saat neçə sutkadır? Sevinç? 2. Düzdür, bu doğru cavabdır. Davam edirik, sual səslənir. Hospital xəstəxanadır, yoxsa həmi də? Xəstəxana. Hospital xəstəxanadır, yoxsa mehmanxana? Bəli, xəstəxana. Tamamilə doğrudur. Növbəti sual səslənir. 2 və daha artıq sözün məna və qrammatik sevinç Söz birləşməsi. söz birləşməsi dediniz. 2 və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə nə deyilir? Söz birləşməsi deyilir. Tamamilə doğru.
Cəmi bir doğru cavab sizi qələbədən ayırır və hər sual, yəni istənilən sual sonuncu ola bilər. Misal üçün, növbəti sual da həmçinin. Sualı dinləyirik. Hansı indikator narıncı rəngdədir? Həmidə? Metil oranj. Bəli, bu düzgün cavabdır. Həmidə gəlib çatdı sevincə. Əslində Nəzrin də gəlib çata bilər. Sualı dinləyirik. 2 sinus alfanın ən böyük qiyməti neçədir? Həmidə? 2. Həmidə dedi 2. Adətən 2 qiymətini pis oxuyanlara yazırlar. Biz sizə 5 deyirik. Düzdür. Tamamilə doğrudur. Beləliklə, Akstafa məktəblisi 2 nömrəli məktəbi təmsil edən Həmidə Tağıyeva əlaçı diplomunu qazandı bugün. Həmidə ilə birlikdə oynayan qızlarımız da çox güclüydü. Sevinci biz alqışlayırıq Əlizadəni. Biləsulara buradan salamlar. Bağbanlar Kənd Orta Məktəbinə. Bakı məktəblisi Nəzrin Hüseynlini biz alqışlayırıq. Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın şagirdi Nəzrin. İstedadlı qızlar, ağıllı qızlar. Çox sağ olun iştirakınız üçün, gözəl oyununuz üçün. Amma ürək sözlərini bugün deyəcək Həmidə. Əlaçıda iştirak edib qazanmaq mənim çoxdankı arzum olubdu. Bugün bu arzumu yerinə yetirdim. Buna görə mənim yanımda olan, məni hər zaman dəstəkləyən valideynlərimə, məktəb kollektivimə, sinif yoldaşlarıma, dostlarıma dərin təşəkkürlərimi bildirirəm. Bu qədər. Bəli. Bir daha təbriklər və alqışlar sizin ünvanınıza. Bir daha təşəkkürlər bütün əlaçılara, təşəkkürlər onların müəllimlərinə, doğmalarına, bizim ümumiyyətlə Azərbaycan müəllimlərinə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkür edirik və bizim tamaşaçılarımıza həm zalda əyləşən, həm də ekran qarşısında. Düz bir həftədən sonra biz yenidən ictimai televiziyada görüşəcəyik. Hələlik deyirik sizə. Əlaçıdaydınız.